Hər kəsi yeni kanalımda xoş gördük. Sizi yeni konseptlə və yeni videolarla qarşınızdayam. Ən əsası böyük ehtimal ki, yeni format olacaq bu kanalımda. Məqsədim budur zatən. Əslində çox düşündüm yeni kanalımın ilk videosu hansı olsun deyə. Belə qərara gəldim ki, mən digər iki kanalımda da TikTok formatı əsasən istifadə etdiyim üçün elə buranın da ilk giriş videosu TikTokçular üzərindən olsun. Son dönəmlər demək olar ki, TikTokda bir neçə ay, son dönəm dediyim sadəcə bir neçə ay TikTokda izlənmə rekordları qıran, amma nə qədər sevən olsa da, sevərək izləyən olsa da, bir o qədər də onların münasibətinə saxtakarlıq etdiyinə inanmayıb izləyənlər də var. Onlar kimdir? Siz tapın. Əlbəttə ki, söhbət Ləman və Nəsirovdan gedir. Onlar artıq bir neçə aydır birlikdə PK edirlər. Həm cəzalı, həm belə gülməli. Amma son vaxtlar artıq biraz etdikləri PK biraz yox, əməlli başlı saxtakarlıq edirlər. İnsanları aldadırlar. Saxtakarlıq dediyim, yəni kiminsə cibinə girmirlər. Sadəcə olaraq saxta münasibət yaradıb, yalandan göz yaşları töküb, aktyorluq edib, ayrıldım deyib, səhəri gün təzədən heç nə olmamış kimi barışırlar və belə çox mənasız bir formada yenə də hər şey qaldığı kimi davam edirlər. Dost olduqlarını dəfələrlə qeyd etsələr də, amma kimisi onların sevgili olduğunu düşünür, kimisi onların dost olmadığını düşünür. Hərə bir düşüncəyə sahibdir. Çünki buna səbəb olaraq həmən iki insanın izləyicilərinə ötürdüyü yanlış mesajlardır mən düşünürəm. Mən burada bir şeyi qeyd etmək istəyirəm ki, hansısa biri Ləman və yaxud da Nəsirov zaten Ləmana kimi böyük bir kütləyə sahib biri deyildi. Hansısa biri birdən düşünər ki, mənim onlarla bir şəxsi qərəzliyim əsla yoxdur. Hətta mən Ləmanı Nəsirovla oynayana kimi, PK edənə kimi belə bir səviyyəsizlik edib, yalandan göz yaşları, ayrıldıq deyib, səhəri gün barışmaqlar edənə kimi mən hətta Ləmanın yayımlarını həqiqətən özüm öz adımdan belə sevərək izləyirdim. Amma sonradan gördüm ki, həqiqətən Ləman reyting üçün Nəsirovun dediyi hər cürə belə alçaldıcı sözləri qəbul edir və Ləman əslində belə biri deyildi. Necə belə biri deyildi? Düz deyə əvvəldən söyürdü də, nə bilim, başqalarına çox yeni başladığı dönəmlərdə. Sonradan düzdür, bir nə qədər TikToka qadağalar gəldi, ora-bura. Bunu hamı xəbərdarıq, bu heç. Sadəcə mənim demək istədiyim odur ki, yəni Ləman az-çox sevəni var idi da. Düzdür, hər birinin sevəni olduğu kimi sevməyəni də var. Amma Ləmanın həqiqətən sevəni TikTokda yəni normal idi, var idi. Amma bu belə saxtakarlıqla, saxta aktyorluqla məncə Ləman öz izləyicilərini artıq itirməyə başlayır. İçində də mən daxil olmaqla. Çünki mən həqiqətən yenə deyirəm, mən Ləmanı sevərək izləyirdim. Çünki Ləman maraqlı söhbətlər eləyirdi də, gülməli söhbətlər eləyirdi ən əsası Nəsirova kimi. Amma Nəsirovdan sonra mən düşünürəm ki, o qız özünü belə əməlli başlı səviyyəsini aşağı saldı. Düz deyə səviyyə söhbəti eləmirəm. Sadəcə olaraq yəni ki, deməyim odur ki, daha çox sevilirdi də Ləman. O pillədə qalmalı idi məncə. TikTok üçün dediyim, o pillə dediyim ya sadəcə TikToku nəzərdə tuturam. Yəni o kütləni yığmışdı artıq Ləman özünə.
bu yalandan ağlamalar, saxta münasibətlər, bu gün qırışıb səhər barışmalar və bunu dəfələrlə təkrar etmələr məncə bu Ləmana gərəksiz idi. Sadəcə mənim düşündüyüm budur. Nəsirovun bu qədər Ləmanı alçaldıcı sözlərindən, təhqiryana sözlərindən sonra məncə onlar əgər evlənməsələr, Ləman böyük kütlə itirəcək. Çünki həqiqətən, bəlkə də həqiqətən Ləmanın içində Nəsirova qarşı sevgi var ki, bu düşüncədə də olan çox insanlar var, çox izləyicilər var. Mən bilirəm, çünki mən videolarını paylaşıram digər kanalımda. Gələn kommentariyalardan, adicə onların öz paylaşdığı kommentariyalardan, açdığı canlılardan görürəm ki, həqiqətən bu fikirdə olan insanlar, izləyicilər də, yəni sayı bir çoxdur da, yəni ki, düşünürlər ki, Ləman həqiqətən Nəsirovu sevir. Dost münasibəti kimi sevmir də, yəni sevgili kimi sevir. Amma Nəsirovun Ləmana alçaltması bu qədər kütlənin qarşısında məncə Ləmanın özünə hörmət etmədiyini bildirir ki, bu düşüncədə də olan bir çox insanlar var. Mən düşünürəm ki, sadəcə bu münasibətin sonu o zaman yaxşı bitər ki, onlar birlikdə məncə evlənməlidirlər. Niya və Furkan kimi ki, bir dönəmlər izləyicilər bəzən Nəsirovla Ləmanı, Niya və Furkanı təkrarladığını da qeyd edirdilər. Çünki mən belə bir kommentariya belə öz videoma almışdım, Ləmanı paylaşdığım videoma ki, yəni Ləman güya Niyanı təkrar edir ki, hardasa doğru da deyil. Çünki cəzaları falan düzdür, onlar səviyyəsizlik etmirdilər. Bunlar az-çox cəzalarında edirlər, gic-gic səviyyəsiz cəzalar edirlər. Hər nəysə, sadəcə mən bu videoda məqsədim Ləmanla Nəsirovun yayımını bəyənməməyimdir. Bunu da sizə bu formada çatdırmaq istəyirəm. Siz də öz fikirlərinizi bildirin. Nəzərinizə çatdırım ki, bu ilk videomdur bu kanalımda. Digər iki kanallarımda isə mənim çox maraqlı, çox gülməli TikTok kayıtlarım var ki, oradan populyarda olan tiktokerlərin bütün kayıtlarını kayd edib paylaşmışam iki kanalımda da. İzləyin o kanallarımı da, bu kanalımı da dəstək olmağınızı istəyirəm. Çünki ilk videodur kanalda. İlk videonu hal-hazırda gündəmdə, TikTok gündəmində gündəm olan trenddə demək olar ki, TikTokun trendində də ilk sıralarda olan izləyici baxımından Nəsirovla Ləmandır. Ona görə bu videonun ilk videosunu, daha doğrusu bu kanalın ilk videosunu sizin üçün onlar haqqında açmaq istədim. Və dediyim kimi, bu yeni videodur, yeni kanaldır, yeni formatdır. Video gəlin keçid edək. Keçid etməmişdən öncə rica edirəm sizin dəstəyinizə. Kanalım yeni olduğu üçün böyük ehtiyacım var. Videonu like edək. Görən hər kəs zəhmət olmasa videonu like etsin, yorumlar bildirsin, kanala abunə olsun. Bunları etsəniz mənə böyük dəstək olmuş olarsınız. Minnətdaram öncədən, var olasınız. Allah razı olsun sizdən.